Xüsusilə də aprel ayının 6-sı axşam saatlarına qədər olan müddət ərzində Azərbaycan arasında qeyri-sabit hava şəraitinin davam etməsi, Azərbaycanın xüsusilə də Böyük Qafqazın şimal-şərq yamaclarında və Bakı-Abşeron Sumqayıt arasında isə yağıntıların arabir intensiv və güclü olması ehtimalı var. Aprel ayının 5-i gün ərzində Bakıda arabir yağış yağması və yağışın axşama doğru intensiv olması, xüsusilə də aprel ayının 5-dən 6-sına keçən gecə və aprel ayının 6-sı gün ərzində Bakı-Abşeron Sumqayıt arasında böyük ekstratropi siklon sisteminin təsirindən yağıntıların arabir intensiv və güclü olması ehtimalı var. Yəni xüsusilə də mövcud qeyri-sabit hava şəraitinin aprel ayının 5-dən 6-sına keçən gecə və aprelin 6-sı gün ərzində daha da kəsinləşməsi gözlənir. Burası səbəb isə Xəzər Hövzəsi ölkələrində orta və aşağı troposfer atmosfer təzyiqinin bir xeyli azalması fonunda ekstratropik tipli siklon sisteminin ərazidə aktiv olması gözlənir. Nəticədə ən güclü yağıntılar, ən çox yağıntı Azərbaycanın Böyük Qafqaz rayonlarının Quba, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən, eyni zamanda Dağlıq, Şirvanda və Bakı, Abşeron, Sumqayıt və Bakı ətrafı qəsəbələrində gözlənir. Proses nəticəsində aprel ayının 5-i axşama doğru və aprelin 6-sı günün birinci yarısında şimal küləklərinin arabir güclənməsi ehtimalı var. Eyni zamanda Bakıda yağıntıların ən intensiv və güclü dövrü və bir qədər də aramsız xarakterli prosesin aprel ayının 6-sında müşahidə edilməsi gözlənir. Aprel ayının 7-si və 8-sində hava temperaturunda bir qədər artım müşahidə edilsə, aprel ayının 9-u artıq və 10-unda, xüsusən də aprel ayının 9-u və 10-unda hava temperaturunun yenidən azalması gözlənir. Aprel ayının 10-u, 11-i və 12-sində Azərbaycanın xüsusilə də qərb, şimal və şimal-şərq rayonlarında yenidən hava şəraitinin kəskin dəyişilməsi, leysan xarakterli yağışların yağması, şimşək çaxması və lokal dolu yağması ehtimalı var və yağıntıların xüsusilə də aprel ayının 10-u, 11-i və 12-sində güclü olması gözlənir. Bu proses ümumilikdə aprel ayının 13-ünə qədər davam edəcək. Aprel ayının ortalarında növbəti mövsüm üçün xarakterli olmayan soyuq hava dalğalarının Qafqazın cənubuna daxil olması ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq.